Rasional ifadələr. Əvvəlcə bir hədli nə olmasına baxaq. Ədədlər, məsələn 1, 3, 5, -7, 3/1, -2 və s. həqiqi ədədlər. Bir də dəyişənlər, məsələn A, B, C, D, Latın əlifbasının 26 hərfi və vurmadan istifadə edərək hasil düzəltsək və dəyişənlərin qüvvətini düzəltsək, bunlar bir hədli adlanır. Bir hədli. Bir hədliləri toplayanda, məsələn, bir hədliləri toplayanda çox hədli olur. 2 və daha artıq. Məsələn, 3x -4x kvadratı y 2/1 t kubu və s. Bunlar çox hədli adlanır. Göründüyü kimi çox hədli bir hədlilərin cəmidir. Əgər biz çox hədlilərin nisbətini düzəltsək, bu artıq olur rasional ifadə. Məsələn, 3x + 4 bölünsün 7, belə yazaq. 7y üstə məsələn başqa bir şey də yazaq. Kök altda 3 t kubu. Bunlar rasional ifadələr adlanır. Rasional ifadənin məxrəcində həmişə çox hədli durmalıdır. Əgər bu şəkildə olarsa, bu rasional ifadə deyil, bu çox hədlidir. Çünki biz bunu belə yaza bilərik. O da bərabər olar 2 bölünsün 3 x + 3/1.